Amorimin inadı dəyişmir. Şikayət edir ki, oyunçuları uyğunlaşmır. Deyək uyğunlaşmır. Bəs uyğunlaşdığı formada oynat. Əgər bu oyunçu uyğun deyilsə, oynatma, heyətə salma, akademiyadan oyunçu gətir. Məğlub ol, amma sübut elə ki, bu oyunçulardan alınmır. Akademiyadan oyunçu gətirirəm və yenə məğlub oluram. Əlimdə olan budur. Sən hər oyun səhv edən Şoya, Dorguya, Daloya, Maguire'a və bunun kimi oyunçulara şans verəndən sonra nə gözləyirsən ki? Bruno məsələ arxada oynaya bilmir. Niyə inad edirsən? Niyə Bruno'nu arxada oynadırsan? Keçən sezondan bu yana liqada 33 oyun oynanılıb. Amorim üst-üstə 2 qələbə qazana bilməyib. Oyuncular isə bəli, Manchester United səviyyəsində olan oyuncular deyil çoxu. Amorim əgər qovulmaq istəmirsə, vaxtında oynamayan oyuncuları göndərməlidir. Heyətə salmamalıdır. Oyunçu ehtiyacını özü yaratmalı idi. Yəni oyunçuya ehtiyacı olduğunu özü göstərməli idi. Hamı görməli idi ki, bu məşqçinin oyunçuya ehtiyacı var. Ona görə gedir akademiyadan oyunçu gətirir, əlində olanı oynatmır. Digərlərini necə göndərdisə, əlində olan oyuncuları da heyətə salmasın, oynatmasın. Sxemi də, sistemi də tez-tez dəyişməlidir. Hamıya sübut eləməlidir ki, bu oyuncular heç 4-3-3, 4-4-2-də də oynaya bilmir. Sübut eləməlidir ki, bu oyuncular hücum futbolu da oynaya bilmir, kontratak da oynaya bilmir, müdafiə futbolu da oynaya bilmir. Bunu sübut etməlidir, amma etmir, inadından dönmür və üzdə olan ancaq onun taktikası olur. Sxemi dəyişmirsən, sistemi dəyişmirsən, oynaya bilməyəni oynadırsan, hər oyun səhv edənə şans verirsən, sonra qovuluram deyirsən, bu belə olmamalıdır.